Sıravi vətəndaşlarla ilişkilərdə qarşılaşdığımız ən böyük problemlərdən biri nədir? Vətəndaşların qanunu səhv şərh etməsi. Məsələn, mülki prosessual məcəllə şu an qarşımdadır. Orada yazılır ki, 4.2-ci maddə. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. İndi vətəndaş belə fikirləşir. Mən istədiyim hər bir halda məhkəməyə müraciət edə bilərəm. Yəni, bunun üçün mənə heç bir əngəl yoxdur. Bu maddə yazılıb deyil, artıq mənə heç kim əngəl ola bilməz məhkəməyə müraciət etmək üçün. Elə deyil. Məhkəməyə müraciət etməyin bəzi yolları, bəzi qaydaları və formaları var. Siz o formaları əməl etmədikdə, müəyyən sənədləri düzgün vermədikdə, düzgün müraciət formasında eləmədikdə, həmin işin geri qayıtması, ərizənizin baxılmamış saxlanması halları mümkündür. Bu halda siz deyə bilərsiniz ki, axı orada yazılıb ki, məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Yadda saxlayın ki, bu da maddədirsə, digər tərəfdən məhkəməyə müraciət etməyinizi formasını təsbit eləyən məzmun da bir maddədir. Yəni, məcəllə bir-biri ilə əlaqədardır. Mülki prosessual məcəllənin bir maddəsində belə, digər maddəsində elə yazılırsa, bir-biri ilə əlaqədardır. Bu maddə onu bildirmək istəyir ki, hər kəsin məhkəməyə müraciət etmək hüququ var. Heç kəsin əlindən bu hüquq alına bilməz. İnsanlar fikirləşir ki, hüququm varsa mən hər şeyi eləyə bilərəm, amma sizin məhkəməyə müraciət etmək hüququnuz var. Sizin məhkəməyə istədiyiniz formada müraciət etmək hüququnuz olmur. Sadəcə hamı, yəni pis insan da deyim, yaxşı insan da deyim, yəni cinayətkarın da, müdafiə olunan zərər çəkmiş şəxsin də hər kəsin müraciət etmək hüququ var. Amma hamı məcəllənin, qanunvericiliyin tələblərinə uyğun şəkildə müraciət etməlidir. Yəni, məhz bu səbəbdən sizin işiniz geri qayıda bilər, ərizəniz baxılmamış saxlana bilər. Amma müvafiq düzəlişləri elədikdən sonra, məcəlləyi uyğunlaşdırdıqdan sonra, baxın, bu 4.2-ni siz həyata keçirə bilərsiniz.